İnsanların xüsusilə maddi ehtiyacdan dolayı depressiyaya düşməkləri gələcəkdə nə ilə nəticələnə bilər? Bura Əfqanistan deyil, bura İraq deyil ki, hamı kasıb olsun. Azərbaycanda böyük kontrast var. Birinin evdə saxladığı hər hansı bir ev heyvanına bir həftədə xərclədiyini başqa biri 10 ilə xərcləyir. Gənclər arasında stress, depressiya və intihar həddən artıq çoxdur. Sizcə bunun səbəbləri nədir? Düzgün cavabı deyim. Axı düzgün cavabı eşitmək istəmirsiniz, tamaşaçılar əzizlərim. Heç kim eşitmək istəmir doğru cavab. Tamaşaçılar deyəcək, yenə xariciləri misal çəkirik. Bu sosial şizofreniyanın bir əlaməti deyilmi sizcə? Əllərindəki telefonu Kürdəmirdə istehsal ediblər, yoxsa Qazağın aşağı Ayıplı kəndində? Xoş gəlmisiniz Elnur müəllim. Hər vaxtınız xeyir olsun. Bugün sizlə sosial problemlər və psixoloji təsirlər mövzusunda söhbət aparacağıq. Sizcə niyə Azərbaycanda cəmiyyətin müəyyən bir hissəsi psixoloji problemlə qarşılaşanda hələ də psixoloqa müraciət etmir? Ona görə ki, gəlin baxaq görək, bugünkü Azərbaycan cəmiyyətinin təbəqələri kimlərdən ibarətdir? Onlar təəssüf ki, söz yox, hamıdan getmir söhbət. Həmin o bizi təəccübləndirən əksəriyyətdən gedir də, kütlədən gedir söhbət. Onlar mədəniyyət, sivilizasiya baxımından dünən mağaradan çıxmış biriləridilər. Yəni o mağara təfəkküründən inkişaf eləməyibdilər. Onlar görə də onlardan çox yüksək zəkalı bir davranış gözləmək yanlışlıqdır. Çox olur, mən təbii psixoterapiya seansına gələn insanların şikayətlərinin arxasında məhz bax bu mağara düşüncəlilərin onlara olan psixoloji baskısı durur da. Onlarda qəzəb yaranır, onlarda depressiya yaranır və gəlirlər seansa və nəticədə mən məcburam bax o zəkalı insanlara onu deməyə, izah eləməyə ki, siz onlardan heç nə gözləyə bilməzsiniz. Baxmayın, siz, biz və onlar eyni vətəndaşlığı paylaşırsınız da siz və onlar. Amma eyni respublikada yaşasaz da, eyni küçədə addımlasınız da siz fərqli, tamamilə ziddiyyətli dünyaların insanlarısınız. Onlar heç vaxt sizi anlamayacaqlar. Siz də onları, belə deyim də, onlar ola bilməzsiniz, onları duya bilməzsiniz. Sadəcə o bir ifadə ki, var, yola vermək, öyrənmək lazımdır ki, heç olmasa rahat öz güzaranınızı yaşaya biləsiniz. Və təbii ki, o mağaradan çıxmış insan mağara təfəkkürü necə həll edir problemlərini? Cinlərlə, şeytanlarla, ölmüş əcdadlarının ruhlarını çağırıb rəml atmaqla mağara təfəkküründə psixoterapevt anlayışı yoxdur axı. Kimi dindirirsən, danışdırırsan, deyir depressiyadayam. Bu da əslində normaldır. Yəni insanıqsa müəyyən bir problemlə qarşılaşıb depressiyaya düşə bilərik. Amma mənə çox maraqlıdır. İnsanların xüsusilə maddi ehtiyacdan dolayı depressiyaya düşməkləri gələcəkdə nə ilə nəticələnə bilər? Ümumiyyətlə, gəlin bir vacib anlayışı fərqləndirək ki, məyusluq, qəm, qüssə, kədər, frustrasiya, xəyal qırıqlığı, bunlar yəni təəssüf ki, böyük əksəriyyət Azərbaycanda dilin bu zəngin imkanlarından xəbərsizdilər, bixəbərdilər. Ona görə də mən demirəm, daha mürəkkəb və daha bəsit strukturlu dillər var. Amma Azərbaycan dilini çox məsələn, bəsit təsəvvür edirlər. Çünki bax, bu sadaladığım ifadələrin heç birindən anlayışları yoxdur. Və o dediklərimi də depressiya ilə insanlar qarışdırmağı çox yersizdir. Ona görə ki, depressiya xəstəlikdir. F kateqoriyalı bir xəstəlikdir. O çox ciddi xəstəlikdir. Depressiya bir sıra digər xəstəliklərin rəvac yaradır o xəstəliklərə, ürək-qan damar sistemi xəstəlikləri, infarkt, onkologiya, onkoloji xəstəliklər və s. və ilaxır. Və depressiyanın müalicəsi də digər psixoloji problemlərdə olduğu kimi birinci növbədə psixoterapiya seansları olsa da mütləq müvafiq bir antidepressant, həkim psixoterapevt, onu tapmasalar heç olmasa həkim psixiatr tərəfindən təyin olunmalıdır. Bu, beynəlxalq protokollar tələb edir. Amma o antidepressantın seçimi zərgər dəqiqliyi tələb edir. Onu heç vaxt digər həkimlər, təəssüf ki, Azərbaycanda
dələduz, fırıldaqçı və vicdansız, yaxşılarından iraqda vicdansız, dələduz, hansısa digər sahənin həkimləri, kardioloqlar, nevroloqlar xüsusilə, terapevtlər görürsünüz ki, antidepressantları təyin eləyir, psixoloji problemlərin müalicəsi ilə məşğul olur. Halbuki bütün psixoloji problemlər xəstəliklərin 10-cu beynəlxalq təsnifatında F kateqoriyasında gedir. Onlar psixoloji, nevroloji deyil, nevroloji C kateqoriyalı xəstəliklərdir. Və orada da ona görə də depressiyanın növünü təyin eləmək, ağırlığını təyin eləmək dərəcəsini, insanın xarakterini və s. bir sıra kateqoriyalar var, onları nəzərə alıb çoxsaylı müasir antidepressantlardan birini seçmək lazımdır ki, düzgün nəticəni çünki ala bilək. Bəs maddi sıxıntıya düşən bir insan zamanla depressiyaya düşə bilərmi? Ona da gələcəm. Elə bilməyin sualınız yadımdan çıxıb. Sadəcə fürsətkən, deyir molla gəlmişkən bütün ürəyimdəki sözləri istəyirəm, döşəyəm. Söz yox. İnsan əgər o dediyimiz frustrasiyanı yaşayırsa, bayaq vurguladığım o anlayışlardan biri, insanın sosial, bioloji, fizioloji, psixoloji və s. ehtiyacları ödənilmirsə və insan onun fərqindədirsə ki, Azərbaycanda vətəndaşlar bunun fərqindədir. Bura Əfqanistan deyil, bura İraq deyil ki, hamı kasıb olsun və heç kim kasıblığın nə olduğunu belə dəqiq təsəvvür eləyə bilməsin. Azərbaycanda böyük kontrast var ki, birinin evdə saxladığı, nə bilim, hər hansı bir ev heyvanına bir həftədə xərclədiyini başqa biri 10 ilə xərcləyir. Bunları görür insanlar və bu da dediyimiz o frustrasiyanı, xəyal qırıqlığını və s. yaradır. Nəticə etibarilə də bu əhval-ruhiyyə təsir göstərir. Neyrohumoral tənzimlənən orqanizmimizə, orada serotonin, dopamin, noradrenalin hamısı dəyir bir-birinə və bu xroniki stres xarakterini alır ki, bir müddətdən sonra da təbii ki, gətirib çıxara bilər depressiyaya. Bunun bir çarəsi varmı? Bilirsiniz, əlbəttə çarəsi var. Əlbəttə çarəsi var. Çox üzr istəyirəm. İndi o depressiyanı müalicə etmək üçün psixoterapevtə və sair başqa həkimlərə yönələ bilərlər, müalicə ala bilərlər, amma o da puldur. Və insan maddiyyatdan dolayı bu vəziyyətə düşübsə, onun başqa bir çarəsi nə ola bilər? Əslində indi sığorta səhiyyəsi var. Düzdür, sığorta səhiyyəsi niyə görə əhalinin reseptə yazılan dərmanları qarşılamır, onu mən bilmirəm. Amma yəni sığorta səhiyyəsi ilə də həkimə müraciət edə bilərlər. Ayrı məsələ ki, o sığorta ilə qəbul edən həkimin kvalifikasiyası, onun peşəkarlığı necədir, o ayrı mövzudur da, yəni. Amma ümumiyyətlə hamı üçün müəyyən, demirəm hamısı, müəyyən əlçatar xidmətlər var. Və bilirsiniz, psixoterapiya bütün müalicə üsullarından çox fərqlidir. Zaten onsuz da psixoterapiyada da biz təkcə xəstəliyi müalicə edib simptomlardan qaldırmırıq ki, insanın həyat düzəni dəyişir. Sonunda insan ağac deyir, kol-kos deyil ki, bitdiyi yerdən tərpənə bilməsin. Yəni, insan oturub bir analiz eləməlidir. Yəni, əgər öz durumunu dəyişə bilmirsə, öz vəziyyətini dəyişə bilmirsə, rifahını qaldıra bilmirsə, onda şəraitini dəyişməlidir, ətrafını dəyişməlidir. Düşüncəsini dəyişməlidir öncə, mən elə gəlir ki. Bəli, və nəticə itibarilə köçüb gedib başqa bir ölkədə də yaşaya bilər. Amma bütün bunları təəssüf ki, depressiyada olan insan bunu duyacaq halda deyil. Ona birinci tibbi yardım göstərilməlidir, onun ruh halı, onun o kondisiya, o hala çatdırmalıyıq ki, o bunu düşünə bilsin və düşüncələrini dəyişərək fərqli addım atsın. Belə deyim də tutalım, köçüb getsin Kanadaya yaşamağa və yaxud da Almaniyaya. Bu iki ölkə çox rahatlıqla miqrant qəbul edir və özlərinin də rifahı çox yüksəkdir, ona görə onların adını çəkirəm. İşsizlik və yoxsulluq psixoloji gərginliyi necə artırır? Eləcə də bu problem ailə münasibətlərinə necə təsir edir? Maddi rifah insanın xoşbəxtliyinin bir ayrılmaz hissəsidir, vacib hissəsidir.
heç kim özünü aldatmasın və heç kim də özünü aldadılmağa izin verməsin başqalarına. Maddi rifah qaydasında olmasa, insan tam sözün həqiqi mənasında özünü realizə edə bilməyəcəkdir. Hətta Beynəlxalq Səhiyyə Təşkilatının sağlamlıq haqqında verdiyi tərifdə belə gedir, səhv eləmirəmsə, nəyisə səhv deyə bilərəm, daha doğrusu detallı deməyə bilərəm. Sağlamlıq təkcə hər hansı xəstəliyin olmamağı deyil, insanın həm də psixoloji və sosial rifah halıdır, ruh halıdır. Yəni, ona görə də əlbəttə ki, maddi təminat insanın həm özünü psixoloji cəhətdən xoşbəxt hiss eləməyinə, həm sağlamlığını qoruyub saxlamağına vacib şərtdir. Ayrı məsələdir ki, təkcə maddiyyatla xoşbəxt olmaq mümkün deyil, təkcə maddiyyatla hər şeyə nail olmaq mümkün deyil. Bu ayrı məsələdir. İnsanlar təəssüf ki, bizim cəmiyyətdə bəzən sofistika ilə, bəzən özləri bilməyərəkdən, bəzən bilərəkdən çaşdırırlar başqalarını. Yəni, pulla xoşbəxt ol. Bəli, təkcə pulla xoşbəxt olmaq olmur, amma pulsuz da tam o dediyimiz hüzur halını da əldə eləmək mümkün deyil. Ailə durumlarına necə təsir edir bəs bu imkansızlıq, yoxsulluq? Baxın, gələcək üçün demək istəyirəm açığı. Çünki süni intellekt ortaya çıxdı, hər şey texnologiya robotlaşıb və zamanla da belə olacaq və bu gələcəkdə işin bir növ azalmalı. Hər nə qədər azalmasa desələr belə və fikir verirəm, yeniyetmələr, gənclər bir növdə işləmək istəmirlər. İşləmək istəyən də hər kəs özü iş qurmaq istəyir. Kiminsə tabeliyi altında, kiminsə müdürlüyü, rəhbərliyi altında işləmək istəmirlər. Yəni bir növ bu gələcək üçün işsizliyə gətirir çıxarır və işləməyəndə də kimsə gətirib ona pul verəsi deyil ki, nəticə etibarilə pulsuzluğa da gətirib çıxaracaq və bu da ailə münasibətlərinə də təsir edir. Çox istəyərdim ki, bu barədə fikirlərinizi bildirəsiniz. O ayrı bir problemimizdir, bəli. Mənim elmi işim mövzusu yeniyetmələr və ilkin gənclik dövrüdür. İndi yeniyetmələr hamısı deyir ki, mən öz işimi qurmaq istəyirəm. Onun arxasında əslində məntiqli bir şey durmur. O narsistik elementdən irəli gəlir. İndiki bax o yeniyetmə gənc nəslin onlarda narsistik element həddən artıq çox yüksək ifadə olunub. Ən azı müqayisədə tutaq ki, daha yetkin, daha yaşlı nəsillə müqayisədə onlarda o narsistik element daha güclü, daha hipertrofiya olunubdur və ona görə də elə təsəvvür eləyirlər ki, yəni heç kim mənə söz deməməlidir, mən rejimdə olmamalıyam, 9-da başlayıb 6-da bitməməlidir işim. Bilirsiniz, mən bir neçə ölkədə kifayət qədər yaşamış bir insanam, dünyanın ən inkişaf eləmiş ölkələrində belə ən yüksək vəzifəli insanlar belə, onlar hamısı bu rejimə tabedir və onların hamısının o kondisiyalar, o şərtlərə tabiçiliyi var. Götürək, tutaq ki, belə standart bizim tanıdığımız ən yüksək vəzifə nədir? Prezident vəzifəsi. Yəni, prezident deyəndə o yeniyetmələr elə bilirlər ki, yəni ancaq bütün günü o gecələrdə, ballarda istirahət eləyən, rəqs eləyən insanlar deyil ki, əksinə görürsünüz ki, o rütbə, vəzifə artdıqca məsuliyyət və işə olan, yəni söhbət həqiqi o vəzifəni icra eləyən adamlardan gedir də, onların məsuliyyəti də artır. Və təbii ki, əgər biz öz evladımızı, gələcəyimizi düzgün təmin eləmək istəyiriksə, sizin sualınızın əvvəlinə qayıdım. Bugünkü gün rəqabət, yüksək rəqabət şəraitində bu uşaq 2 xarici dil bilmirsə, bu necə iş tapacaq? Bu uşaq xüsusi hazırlıqla təhsil almırsa, bu necə, belə deyim, dəyərli təhsil ala biləcəyi bir universitetə qəbul olacaq? Bu uşağın həyatında idman yoxdursa, ailə onu idmanla və düzgün qidalanmayla təmin eləyə bilmirsə, o necə gözəl bədən quruluşuna malik olub komplekssiz addımlaya biləcək öz həmyaşıdlarının yanında və yaxud da xəstəliklərdən necə qorunacaqdır? Görürsünüz, bunların hamısı pul tələb eləyir. Ona görə də mən ümumiyyətlə yalan danışmağı bu mövzularda xoşlamıram. Düzdür, mənim də baxır harda da, çünki də hamıya doğru danışmaq deyil, nə sizin, nə mənim bir borcumuz da yoxdur. Amma ümumiyyətlə də həqiqəti demək lazımdır. Bəzən insanlar elə bilir ki, psixoterapiya təskinlikdir, xeyr. Psixoterapiya
kakrastiki o səhvləri tapıb deməkdir ki, insan öz səhvini düzəltsin, həyatını düzəltsin. O təskinliyi falçılar, ekstrasenslər, nə bilim kimlər deyir. O sən yaxşı oğlansan, yaxşı qızsan, əlinin duzu yoxdur, sənin qədrini bilmirlər belə. Yox, bu həqiqətdir. Bu həqiqətdir və bir evladın gələcəyini təmin etmək üçün onu birinci növbədə maddi təminatı vacibdir. Yenə deyirəm, bu o demək deyil təkcə maddi təminat. Yox, əgər sevgi, qayğı, diqqət, zaman yoxdursa, bu da yaxşı nəticə verməyəcək. Amma niyə görə insanlar bu qədər radikal yanaşır ki, ya sevgi, ya pul? Xeyr, o olmaz ki, bunlar müəyyən dərəcədə və əlbəttə ki, özümüzü aldatmayaq. Gənclər arasında stres, depressiya və intihar ötən illərlə müqayisədə həddən artıq çoxdur. Sizcə bunun səbəbləri nədir? Əsas səbəbləri? Təəssüf ki, mən sizlə razıyam. Dediyim kimi araşdırma mövzum bu mövzu olduğuna görə, bu yaş təbəqəsi olduğuna görə mən bunu müşahidə edirəm ki, və təəssüf ki, bunu deməliyəm ki, həndəsiz silsilə ilə arta da gedir. Amma düzgün cavabı deyim, axı düzgün cavabı eşitmək istəmirsiniz, tamaşaçılar əzizlərim, heç kim eşitmək istəmir doğru cavabı. İnsanlara sərf eləmir. Onlar eşitmək istəmirlər. Onlar istəyirlər ki, biz TikToku tənqid eləyək, Instagramı tənqid eləyək. Onlar istəyirlər ki, biz cəmiyyəti qınayaq, məktəbləri qınayaq, müəllimləri qınayaq, gənclərin dostlarını, özlərini sonunda gəncləri qınayaq. Çünki bilirsiniz, təəssüf ki, o deyir, musiqini kim sifarişi ödəyirsə, musiqini də o seçə bilir. Valideynlər həqiqətləri eşitmək istəmirlər. Güya sözün düzünü deməyəndə onlara nəsə dəyişir ki, problem ondan ibarətdir ki, bunlar hamısı birinci növbədə qaynaqlanır ailədən. Bəli, mən demirəm, amma cəmiyyət yaxşıdır. Yox, cəmiyyət çox problemlidir. Amma bir şey bilmək lazımdır ki, çanaq ailə üzvlərinin başında çatlayır. Problemi ona görə də birinci növbədə onlar düşünməlidir. Cəmiyyət, hər kəs axşam öz evinə girir, öz fanarını, lampasını, şamını yandırır. Yəni, cəmiyyət pisdir. Bu, insanlar onda özünə təskinlik tapmalı deyirlər. Ailədən qaynaqlanır. Qəbullanmaq istəmir yaşlı nəsil, təbəqə ki, artıq zəmanə dəyişib. Deyirlər, bizim vaxtımızda psixoterapevt yox idi, biz belə idi, bu tamam başqa dövr idi. O tamam başqa bir və dəyişən təkcə texnika, texnologiya, bu informasiya vasitələri deyil. İnsanların psixikası dəyişibdir. Psixi aparat, insanın beyində gedən proseslərin sürəti dəyişibdir. Ona görə də indiki gənclər, indiki uşaqlar tamam fərqlidirlər. Ona görə onlara psixoterapevt müşayiəti lazımdır. Ona görə onların həyatını tənzimləmək daha çox əhəmiyyətlidir. Bilirsiniz, çox yanlış mesajlar ötürülür uşaqlara. Məsələn, tutaq ki, götürək bir ana, bir oğlunu bir narsistik mesajlarla sən belə, sən elə böyüdür. Ata soyuq, ana ona narsistik mesajlar ötürən, onu bütləşdirən birisi və arxada heç bir baza yoxdur. Bu cəmiyyətə qədəm qoyanda o kimə lazımdır? O kimin prinsipi? Heç kimin. Və mənə elə gəlir ki, tək o uşaqları yox, valideynlər özləri də psixoloqa yanına getməlidirlər, bir həkim müayinəsindən keçməlidirlər, özlərinə də zaman ayırmalıdırlar o uşaqlarla bərabər. Ümumiyyətlə, bax, bu həqiqəti də mən deyim, valideynlər bilsinlər, onları çoxları aldadır. Məsələn, uşaq deyir, bu uşaq psixoloqudur. Uşaqları götürürlər, şəkil çəkirlər, rəngləyirlər. Bu psixoterapiya deyil. Onlar sizi aldadırlar. Onlar sadəcə qeyri-peşəkar, bəzən də dələduz biriləridir. Böyüklə şəkil çəkib rənglədə bilməyəcək axı. Ona görə də uşaqları yığırlar, o terapiya deyil. Uşaqların problemlərinin həlli, uşaqların yeniyetmələrin psixoterapiyası ailə üzvlərinin iştirakı olmadan mümkün deyil. Özü də nəinki valideyn, ailədə başqa üzvlər varsa, baba, nənə, bibi, dayı, onlar da mütləq iştirakı olmalıdır. Çünki bu sistemdir, sistemli yanaşma lazımdır. Psixoterapiya başqa cür mümkün deyil. Hətta xaricdə indi deyəcəklər, tamaşaçılar deyəcək, yenə xariciləri misal çəkirik, amma yaxşı şeyləri misal çəkə bilərik. Məsələn,
xaricilər ailəvi psixoloq tuturlar, danışırlar, ailəlikcə yanına gedirlər, seanslar alırlar. Həm uşaqlar, həm böyüklər, həm yaşlılar, hər kəs üçün faydalı olur və ailədə belə bir-birlərini başa düşə bilirlər. O zəncir qırılmır. Doğru deyirsiniz, amma özünüz də gözəl bir problemə toxundunuz ki, baxın, görün, deyirsiniz ki, deyəcəklər ki, xarici nümunə gətirir bizə. Bəli. Bir qrup insanlar bunu deyəcək. Bəli, elədir. Bu sosial şizofreniyanın bir əlaməti deyilmi sizcə? Əllərindəki telefonu Kürdəmirdə istehsal ediblər, yoxsa Qazağın aşağı Ayıplı kəndində? Nə bilim, evlərindəki televizoru, idarə elədikləri avtomobilləri, yəni bunlar hamısı xaricdən gəlməyibdir. Necə ola bilər onlar bəyənməsinlər, o nümunəni gətirməsinlər? Yəni bütün ətrafı xaric deyəndə, yəni mən qərb ölkələrini nəzərdə tuturam da, Kuala Lumpurdan danışmıram, Fil sümüyü sahilindən danışmıram. Yəni inkişaf eləmiş qərb ölkələri, bəli, qərb mədəniyyəti, onların məhsuludur, istifadə olunan hər bir şey. Bütün istifadə elədikləri hər bir şey. Ona görə də ən azı təcrübəli insanların nümunəsindən örnək götürməlidirlər də. Azərbaycanlıların psixoloji problemlərini həll etmə üsulları müxtəlifdir. Verilişin əvvəlində də toxunduğunuz kimi istər falçılara, istər ekstrasenslərə, dini inanclar ola bilər və yaxud da kişilər adətən dost-tanışlarınla yeyib içməyə gedirlər. Xanımlar indi qeybət deməyim, adətən öz rəfiqələrlə söhbət eləyərək bu problemi aradan qaldırmağa çalışırlar. Və siz necə düşünürsünüz? Ən sağlam, normal yol hansıdır ki, psixoloji problemlərini həll etsinlər? Bilirsiniz, mən ümumiyyətlə həmişə akademik, sübuta yetirilmiş elmin tərəfindəyəm. Ona görə də elm nə deyirsə, elə onu təkrarlayacağam. Bəli, kişilər gedirlər, yenə deyirəm, yaxşılarından uzaq oturub avara dostları ilə yeyib içirlər və sonra da bəlli olur ki, onun layihəsi oğurlanır, yəni fikirlərini gedir, başqası həyata keçirir, qabağa düşür. Pullar gedir, heç bilinmir hara. Qadın pul xərcləyəndə qınayırlar, amma anlamırlar ki, qadının xərclədiyi pul, məsələn deyir, qızıl alır özünə, sabahlarım da iraq olsun. Bir problem olanda yenə qadının o qızılları əlinizdədir satıb, sənin bəs o avara dostlarının qarnına tökdüyün pullar havaya uçur. Bir problem olanda elə birinci səni ortada qoyub qaçan onlar olacaqlar da. Bəli. Və necə sizə deyim, orada pullar gedir, ideyalar gedir, geri düşürlər. Qadınlar oturub rəfiqələri ilə bəli danışırlar. Yenə də yaxşı dost, gözəl bir şeydir həyatda. Amma sonra eşidirlər ki, Bakı şəhərində hansı çaynikin qapağını qaldırırlar, orada onun ailə problemlərini müzakirə olunur. Yəni o ona danışır, o birisi o birisinə danışır, bu birisi bu birisinə danışır və istər kişinin, istər qadının həmin o dırnaqarası dostlarına, qohumlarına danışdıqları bütün hər bir şey sabahsı gün onların əleyhinə işləyir. Yəni, ona görə psixoterapevt ixtisası bəs niyə yaranıbdır? Ona görə ki, elm, məsələn, həkimlik necə yarandı, müəllimlik necə yarandı, mühəndislik necə yarandı, kosmonavtika necə yarandı. Eləcə də, yəni bu problemlər çözülməyi üçün. Söz yox, indi dostlar mütləq lazımdır, mən həmişə deyirəm, biz sosial varlıqlarıq. Ona görə də bizim dosta, qohuma, çevrəyə mütləq ehtiyacımız var, bu olmalıdır. Ancaq onlarla biz müəyyən bəlli bir şeyləri müzakirə eləyə bilərik, bir yerdə əylənə bilərik, bir yerdə inkişaf eləyə bilərik və yaxud da ən azı problemli anında onun yanında ola bilərik. Amma xüsusilə də əgər o dost əsil dostdursa, demək sizi sevir və sevən insan demək biganə deyil. O heç vaxt sizin düşdüyünüz situasiya obyektiv kənardan baxa bilməyəcək və ona görə də o sizə məsləhət verəcəkdir. Analiz eləyib çözüm yolunu tapmağa kömək eləməyəcəkdir. O öz hisslərindən irəli gələn subyektiv, qərəzli fikrini səsləndirəcəkdir. Valideynlər kimi, qohumlar kimi, dostlar, bax buna. Demək istəyirsiniz, qədrini zərgər bilər, belə bir misal var. Əslində, yenə deyirəm, bu mənim fikrim deyil. Ümumiyyətlə, siz istənilən bir külliyyata, bir müntəxəbata, bir ensiklopediyaya baxsaq ki, problemlər necə həll olunur, görəcəksiniz ki,
psixoterapiya seansları. Bəli, problem bu şəkildə. Yəni bunu çözmək üçün bilirsiniz, bir insanın məlumatı öz həyat təcrübəsinə söykənir. Uzaqbaşı müşahidəçi insandırsa, uzun ömür yaşayıbsa, keşməkeşli həyat olubdursa, bu uzun ömür nəticəsində müxtəlif adamları müşahidə edib nəsə qənaətə gəlir. Amma biz psixoterapiya elmində elm bütün insanları, bəşəriyyəti öyrənir. Bir insanı yox. Və bütün mümkün problemlərin hamısının, yaranma səbəblərin, növlərin, formaların və çözümünü öyrədir bizə bu elm.